Deyirəm, arada düşünürəm ki, hamısına aid deyil də bəzi kişilər. Niyə beləsiz? Təsəvvürlə marketə gəlirəm, Bravoya, Mərdəkən yol üstündəkində. Görürəm ki, mən maşınla keçəndə gördüm bir it qaçdı çölə doğru da. Yəni təxmini gördüm ki, barada pudulara oxşuyurdu. Qırxdırmışdılar deyəsən. Qırxdırmasalar dəqiq pudul idi da. Yəni uzaqdan yaxşı görmədim, maşınla keçirdim. Maşını saxlamışam, düz yolun ortasında saxladım da, Bravoya girəndə ki, o görüm parodadırsa onu tutum da, onlar yola qaçırlar da, onlar bilmirlər. Ev itləri, ev pişiyi çöldə yaxşı özlərinə, belə deyim də, sağ qala bilmirlər çox vaxtı. Tez maşını saxladım, düşdüm belə qaça-qaça, gördüm bu bir nəfər oğlan, o da maşına da ora-bura baxa-baxa gəlir. Mən qaçdım itin dalınca, çağırdım nə qədər, əlimlə bir işarələr elədim ki, səslər çıxartdım ki, geri gəlsin. Döndü, baxdı, bir xeyli uzaqlaşmışdı və qaça-qaça gedirdi. Mən başa düşdüm ki, mən onun dalınca qaçsam, onsuz da məndən qaçacaqdım və məni tanımır axı, birdən gəlməz mənə doğru. Amma dəqiq əmin idim ki, o pudul idi. Geri qayıtmışam, maşında pis saxlamışdım, qapını da açıq qoymuşam. Telefon qaşlıqamsı içərisində. Geri qayıtmışam, belə ürəyim pis oldu ki, o yəni uşaq kimi bir şeydir də, heyvanlar insanın ailəsinin uşağı kimi bir şeydir. Ay, bir de baxıram, bu da maşına minir, ora-bura baxır. Düşündüm, yəqin bəlkə yiyəsidir, bəlkə nəsə də o, deyirəm, belə gördüm, o da mənə tərəf baxır. Dedim, sizin it deyildi. Yaxınlaşır, necə xanım, nəsə bir köməyə ehtiyacınız var? Dedim, ha, yox, elə bildim, siz nəsə axtarırsınız. İt gördüm, dedim, bəlkə sizin itinizdə. Hayır, nə qədər olmaq olar ki, demirəm də, yəni nöqtələr. İnsan heç mi siz belə bəzilərinə aiddir, yoxdur sizdə o duyğu, mərhəmət. Mən düşünürəm ki, bu da yəqin şey oldu da, indi it. Yox xanım, mənim deyil. Dedim, siz burada görsəz kimsə itini axtarır, deyin də, yüz o tərəfə doğru qaçdı. Xanım, mənə nömrənizi verin, kimsə axtarsa mən sizə zəng edeyim, deyim. Nə deyəsən? Nə deyəsən? Allah ürəyinizə mərhəmət versin. Bəzi kişilərə aiddir. Allah sizə mərhəmət versin doğrudan da. Yəni qadın dalınca qaçmaqdan daha çox bu həyatda daha dəyərli şeylər olduğunu anlasaz daha yaxşı olar. Milli Show səhifəmizə abunə olmağı unutma.